Axşamınız xeyir olsun, hörmətli izləyicilər. Mart ayının 18-də il axır sərşənbə günündə Ordubad rayonunun Tivi kəndindən sizləri salamlayıram. Məhlədə birinci ocağı biz qaladıq. Saat 8-ə 10 dəqiqə işləyib. Hava da buludlu, bilmirik gün batıb batmayıb. Daha gözləyə bilməyəcəm. Həmişə gedirəm video çəkməyə, gəlib görürəm ki, tonqal da sönüb. Odu söndürüb külü ilə oynayıram. Keçən bu vaxt möhkəm yağış yağırdı. Tonqalı bir təhərlə qızışdırmışdıq. Bu il hələ ki yağıntı yoxdur, odunumuz da qupqurudur, ancaq alışmaq istəmir. Əvvəl mal, qoyun, təzəyin neftə batırıb çırpıların altından qoyub alışdırırdıq. İndi artıq o ənənədən istifadə eləmirik, rezin yandırmışıq. Hava da buludlaşıb, ola bilsin ki, yaz bərəkəti ilə gələr. Sabah da Tivi kəndində at yarışması var. O günündə quraq olmağını istəyərdik, ancaq yağışı da çox istəyirik. Elə vaxtlar olub ki, qarda, buzda, çavuğunda yarışma keçmişik. İlin axırıncı sərşənbəsi axşamı hər evdə aş süzülər. Qız uşaqları qulaq niyyətinə gedər. Qulaq falı deyirlər. Evdən çıxanda qulaqların pambığından tıxıb getməlidirlər hər hansı bir qapıya, əsasən qonşulara. Qapıya qədər heç bir söz eşitməməlidirlər. Ora çatanda pambığı çıxartdılar. İlk eşitdikləri söz onların falıdır. Çırpı çoxdur. Qızışsa bir-iki dərizdə gətirib yandıra bilərik. Ancaq hələ ki qızışmır. Babalarımız deyib ki, ilin axırıncı sərşənbəsi günü tonqalın tüstüsü hansı tərəfə gedərsə, il oradan gələr. Dağa tərəf gedərsə, ilk istiləşmə dağdan başlayacaq. Arana gedirsə, aranda o tərəf yaşıllaşıb dağa tərəf gələcək. Bir-iki gün isti eləməklə alma ağaçları tumurcaqladı. Bu gecədən şaxta olacaq. Biraz bunları qorxutsun. Hələ cəviz ağaçları oyanmayıb. Bol meyvə olanda kənd cəmaatı da ailə büdcəsinə meyvələrdən qatqı saxlayır. Elə ilə olub ki, almalarda bir dənəsi olmayıb. Nə vaxtsa çaya düşən bir alma var idi. Mahmud arxı ilə gəlmişdi. Biz də böyük çaydan gəlirdik. Səfərin o üzünü aşıb, o almanı arxdan tutduq. Yarıya böyle bir qarla yedik. İstəmirəm ki, indi elə bir il olsun. Bizim ocağımız qızışınca vədə də gəlib yetişəcək. İlk olaraq məhəllədə hansı evdə sınqınlıq varsa, ora gedib onların da tonqalını yandıracaq. Ondan sonra hərə öz evinə. Qeyd elədiyim ki, mən əvvəldən yandırıram ki, başım qaçışır. Gəlib tonqaldan tullana bilmirəm. Deyirlər, bir sərşənbə axşamı əgər həyətdə olmadınsa, 7 il olmuşsan. 7 il nədir? 10 il mən həyətdə olmuram. Hər il uşaqlarla çıxırdıq Sarıqaya, odun aparıb yandırırdıq. Orada ateş fəşanlıq eləyib, sonra gəlirdik. Məhəllədə artıq cavanlar tərk eləyiblər məhləni, ona görə tək qalmışam. Deyəsən əli ilə Üzeyir gəlib, onların da başı qaçışıb tövlə tərəzəni yemləməyə, hələ ki işimi görmürəm. Ocağımız qızışdı, yansın üstünə bir dərizə çırpı qoyum. Məhliyə çıxın bir gəzintiyə görüm. Məhlənin vəziyyəti necədir? Hansı həyətdə tonqal yanır? Hansı evdən işıq gəlir? Küçə bacada hələ ki səs-sada yoxdur.
Qara toyuqlar da sevinir. İlin son çərşənbəsini yola salırlar. İki il bundan əvvəlki ardıcıl 5 ildə Sarıqayanın zirvəsində olurduq. Ana bizim tonqallarımız. Dədə Qorqud dədəmiz deməmişdi ki, zirvələrdə tonqal qalayım. Əvvəl 1 tonqal, sonra 2, sonra 3, 1 tonqal kəndliyə çağırdı. 2 tonqal yağı basqını var idi. 3-cü tonqal da cəmaatı əkinə, işə güzə dəvət eləyirdi. Şövqi də odunu hazırlayıb həyətdə. Bir presdir, yan yörəsində də çoxlu çırpı qalaqlayıb. Şövqüdə ot yandırmaq adətdir. Hələ 88-ci ildə yaz qabağı cəmaat ot tapmayanda Şövqü həyətdə 2 ot dərizini yandırıb üstündən tullanıb yandıq-qındıq verirdi ki, məndə ot boldu. Şövqü çıx söylə, köynə ili yola sal, təzə ili götür. Ot yananda Səfərov su üstündə bir kanalında götürəm sən. Elə quymasına kimi gəlirsən. Elə ot yandırmağa gəlmişəm, alışdır görüm ocağı. Tonqalları gör yandırın. Tonqalları gör yandırın. Belə yandırarlar. Xoş gəldin. Şövqü, biraz bundan əvvəl qeyd eləmişdim ki, 88-ci ildə ot yandırdın, cəmaatında otu qutarmışdı. Elə xasiyyətin başındadır. Otu yandırarlar, bunu apar atın qabağına sabah ac qalmaz. Var, var, eşçəyə də var. Bu bayram gözəl bayramdır. Sən rahata qalsırsan, bilirsən ki, ot asana alışır ona görə. Ona görə gec durmuşam, nə mən? Mən rezin yandırdım. Bir dəfə yandı, söndü, təkrar qızışdırdıq. Xoş vaxtın olsun sizinlə birlikdə. O çöpü də yandırırsan. Vurğun burada qalsın. Şövqü, tələsmə. O biri qalaqdakı odunlar nədir? Orada tökədim üstünə kabab eləyim, nə bə? Ondan kabab olur. Biraz canlı odun yandır. Ancaq möv odunun oxşuyur. Necə alınmaz? Şövqü, nə varırsan sən? Geliş tökülsün, qızışsın. Üst başımızı tüstü elədin, kül elədin. Qonşum raqibə bax, o da ot yandırıb, bax elə. O çırpıları da tök qızışdın gedək. Yandırmaqdan çox söndürəsən. Ocağı eləməlisən ki, tez səngisin üstündən də tullana bilərsən. Bunun üstündən tullanmaq üçün nəsə sana gözləyəsən. Presiyonu ağırsan, sapalamasan presiyonu. Şövqü varlanı və pul yandırır, pul. Presin biri 5 manatdır. Səfərovların bayramı bugündür, bugün. Yox, sabahdır. Cəfərovlarınki sabah. Çərşənbə ilə su üstü, bəli, Cəfərovların bayramıdır. Su üstündə Cəfərovlardan Tezdən gələrsən, Cəfərovlar 2 evdir, atdan yuxarı. başqa şey demək istəyirdim. Əgər yeməkdən durublarsa hamısı at minir. O da onlarda 6 aylıq 1 yaşına təsadüf eləyir. Yox, elə mən anamın qarnında doğru getmişdim. 56 yaşım varsa deməli 57 il getmişim. Yaxşı üstündən tullan bir məhəllədə gəzək görək. Özün elədin də. Az tökərdin, tullana bilər. Hələ gec tullanarlar, qaranlıq kəndə tullanarlar. Hava soyumuşdu, bu gün istinəcək. Hərə bir tonqal qalasa istidə bilər havan. Bir təkər yandıran yoxdur da. Təkər heç vaxt yandırılmayıb. Sən yandırmır. Biz odun aparıb yandırırdıq orada. Bizim arxamızdan da adamlar göndərirdilər ki, gedin görün təkər yandırmırlar. Ancaq Ordubadın mərkəzində xəstəxananın qabağı təpədə 10 dənə yandırırdılar.
Şöyle qaş gözündə 2-3 dənə tüy var, onu da ütəsdən. Sabah ne saat aparasın yarışmaya? Biz su üstün bizim mahalle təşkil edirdi. Bir ondan nasıl gedəcək Allah qoysa bizim mahalle. Tezdən gəlirsən, gedirik TV Jockey klubunun bazasına, Turqutgilin həyətindədir o. Atların hamısını orada yəhərləyirik. Onların hamısı yəhərləyib gələcəklər bizə. Yox, gedir orada yəhərləmə prosesində çəkək. Bəlkə qanunsuz yəhərləyirlər, yəhərin altında doping olacaq ki, atlar möhkəm geçsin. Necə məsləhət deyirsən, elə eləyər. Şövqü, sən bir-iki dəfə atı qanunsuz yarışdırmısan. Atın ağzına yarım metr tutaraq vermişsən. Hansı ilə idi o? Mən olmamışam, olmamış elə bir şey. Ağlayla rəhmətli şahın eləyirdi. At özündə dəyildi, elə istəyirdi ki, qaçsın. O sənin qəşək yadımın gəlir. 87-ci ildə olubdu, mənim qıçım Sinan ilə olubdu. Sizin qırmızı atı idi. Bizim qırmızı atı idi. O da masın yıxdığına görə şahın rəhmətli eləyirdi, biz deyirsin. Çərşənbəz mübarək, qarşıdan gələn bayramımızı da təbrik edirəm. Bütün izləyiciləri də mən çıxıram məhəllədə bir gəzintiyə. İstəyirsən gedək Zahirgilə, onlarda da sınqınlıq var. Otları yandıraq. Allah rəhmət eləsin. Bu il onlardan başqa çətdə Allah'a şükür ölən olmayıbdı. Amma orada olanlardan xanım rəhmət edib. Allah rəhmət eləsin. Davud rəhmət edib. Qardaşlarım başı sağ olsun. Ruhları şad olsun. Ölənlərin. Bir də Adətullah mən getdim. Şövqü deyəsən. Presin hamısını yandırmadan əl çəkməyəcəkdir. Səhərə qədər bu tonqal yanacaq. Deyirsən kabab eləyəcəm, bir şey varsa getməyim. Hər şey var. Kabab, Kabab böyle. İstəyirəm ki, odunun hissi vırsın ətə, onda dadı başqa olur. Deyən qoxu çatmağın ayrı vəziyyəti var. Qaydım gəlin. Qayıtacaq. Bayramımız mübarək olsun. Tonqalın öləzidir, biraz da ot at. Ot yoxdursa Şövqüdə pres var, gəti yandır. Çərşənbə günü evə gəlməzlər. Bu gecə hər ev öz evində olmalıdır. Mən evdən çölə çıxıram zaten, başıma. Latafat xala, bayramdan bayrama görürəm sən. Bayram mübarək olsun. Allah balaları saxlasın. Həmişə belə, nə deyim axı, çəkilişdə olasan, şad günlər, şad şeylər çəkəsən inşallah. Ragib, sənin ki, çərşənbə tonqal qalamaq deyil, həyəti təmizləyirsən. Zirzibil nə var, yığıb qalamısın. Səninki pinti bayramı oldu. Qırzındır, tərtəmiz gedir. Keçən il bu vaxt, yəni ki, sonuncu çərşənbə günü möhkəm yağış yağırdı. Sən elə hazırlaşdı. Hazırlaşdı da biz işimizi gördük, qutardıq. Aya yağış ocağını söndürdü. Bil hardan gəlir? Tüstü hansı tərəfə gedir? Getdi har yerə getdi belə aşın. Tüstü dağa tərəf gedir. Orada getməlidir çünki bizim yağıntı qərbdən gəlir, külək də oradan gəlir. Umudumuz qalıb Allaha. Allaha qurbanam, Allahın işinə iş qatmaq olur. Allah nə istəsə onu eləyər, yağır da, yağmaz da, öz işi deyil. Bir can sağlığı olsun, bir insanın canı sağ olsun, şadlıq olsun, yaramçılıq olmasın, hamı sağlam olsun. Atda da, atda. Ragib Tollan. Ağırlığım burada qalsın. Uğurluğum deməzlər. Uğurun niyə odda yansın ki? Bu ağırlıq yansın. Uğurluq davam eləsin. 3 dəfə tullandı. Ağırlığım, xəstəliyim qalsın bu odun üstündə. Bərt qalar, elə tullanmağı. Ağırlığım, xəstəliyim qalsın bu odun üstündə. Biri qaldı. Ya da bu yanacaq. Ağırlığım, xəstəliyim, fikrim, yaramçılığım, hamısı qalsın bu odun üstündə. Dərdimiz, bəlamız odda yansın, belə deyərlərdi.
Öləcək də fətda. Mən səndən öyrənməliyim, Latafat. Ay bala, məni bu xəstəlik qoymur. Xəstəliyin də öyrətməyə daxlı Hər yox. şey yadımdan çıxır. Sağ olun, bayramınız mübarək bir daha, hörmətli izləyicilər. Sizin də Allah cana dəyməsin. sərşənbəniz mübarək. Allah Sabah ata-ana rəhmət eləsin ki, səni əkib, doğub, saxlayıb. Gözəl ana. Sabah hər kəsi TV kəndinin at yarışmasına dəvət edirik.